Bütün Azərbaycan xalqına sual verirəm. Əlinizi vicdanınıza qoyun və bu sualıma cavab verin. Əgər İlham Əliyev Heydər Əliyevin oğlu olmasaydı, onu prezident seçərdiniz. Mənə bir dənə arqument gətirin ki, İlham Əliyev hansısa orta statistik bir Azərbaycanlıdan daha üstündür. Bu adam nə 20 yanvar faciəsində xalqın yanında olub, nə də Qarabağ müharibəsində torpağımızı qoruyub. Sual verirəm, yaşı düşdüyü halda nəyə görə 1-ci Qarabağ müharibəsi vaxtı xaricdə sülənirdi Dəmirburun? Yaxşı, 2-ci Qarabağ müharibəsində niyə oğlunu döyüşə göndərmədi? Oğlu cəhənnəm, nəslindən bir nəfər belə bu döyüşdə iştirak etmədi. Bu şəxsin rus aksenti ilə Qarabağ Azərbaycandır deməkdən başqa, əskərlər səngərdə öləndə kamera qarşısında nə oldu Paşinyan deməkdən başqa hansı bacarığı var? Əgər videolarımdan anında xəbər tutmaq istəyirsinizsə, digər şəbəkələrdə, xüsusən də Telegramda məni izləyin.